Mən bizim kanal izləyicilərini salamlayıram və vaxt tapıb bizi izlədiklərinə görə onlara öz təşəkkürümü bildirirəm. Bugün mənə danışacağım mövzu varikosiela haqqındadır. Çünki son zamanlar varikosiela ilə əlaqədar müraciət edən pasientlərin sayı çoxalmışdır və bu barədə istərdim ki, bir maarifləndirici video hazırlayaq və sizlərə təqdim edək. Əziz dostlar, demək istəyirəm ki, varikosiela ümumiyyətlə çox geniş yayılmış bir xəstəlik növüdür. Əsasən də gənclərdə, yeniyetmələrdə və orta yaşlı nəsil nümayəndələrində də biz bunu müşahidə edirik. Amma əsasən bunu biz 15-16 yaşlarında və bir də 20-25 yaş aralığında daha çox görürük. Ümumiyyətlə varikosiela nədir? Varikosiela varikoz genişlənmə, yəni ki, xaya ciyəsi venalarının genişlənməsidir və bu zaman təbii ki, xayalarda müəyyən dəyişikliklər baş verir. Burada damarların sıxılması nəticəsində, onların genişlənməsi nəticəsində spermatogenez prosesi pozulur və xəstələrdə spermatozoidlərin aktivliyinin kəskin şəkildə aşağı düşməsini biz müşahidə edirik. İlk növbədə varikosiela baş verdikdə, bunu gördükdə bunu dərhal nəzarətə götürmək lazımdır və bu xəstələr spermoqram analizi verməlidirlər ki, baxaq görək ki, varikosiela hansı dərəcədə spermatogenez prosesinə təsir etmişdir. İlk növbədə onu demək istəyirəm ki, bu xəstələrdə müəyyən ilkin simptomlar ağrı formasında, diskomfort formasında, bu pasientlərdə çox vaxt onlar ayaqüstə uzun müddət dayandıqda ağrını hiss edirlər və xayanın bir hissəsinin sallanmasını və damarların üzdə görünməsi onları narahat edir. Təbii ki, bu ilkin əlamətlər ola da bilər, olmaya da bilər. Bunun düzünü həkim bilir və bu zaman mütləq narahat olunub uroloq həkimə müraciət etmək lazımdır və problemi dəqiqləşdirmək lazımdır ki, burada varikosiela var ya yoxdur. Bunun üçün də ən düzgün dəqiq yol ultrasəs müayinəsidir ki, xayaların ultrasəs müayinəsində Doppler müayinəsi zamanı aşkar olunur ki, həmin pasientdə, həmin şəxsdə varikosiela var ya yoxdur. Varikosiela olduqda bunun vaxtında qarşısını almaq üçün ilkin tədbir məhz 2-ci, 3-cü dərəcəli varikosielada əməliyyatdır. Yəni cərrahi əməliyyat yolu ilə bunu aradan götürmək olur ki, sonradan spermatogenez prosesi bərpa olunsun. Çox vaxt biz bunu yeni ailə quranlarda müşahidə edirik ki, onlar vaxtında bunu görmədiklərinə görə, bilmədiklərinə görə sonradan onlarda mayalanma prosesi, yəni ki, döləmələ gəlmə prosesi ləngiyir. Məhz varikosiela problemini həll etdikdən sonra hər şey öz qaydasına düşür. Sonda sizə təşəkkür edirəm ki, bizim kanalı izləyirsiniz. Bizim kanala abunə olmalı və videoları bəyənməyi sizdən xahiş edirəm. Sağ olun, salamat qalın.